İzahlı test 9-cu hissə 5-ci sinif ingilis dili 9 ilə 10-cu suala baxacaq. Which words are correct? Hansı sözlər doğrudur? The teacher is sitting on a chair. Now indi mənasını verir. At the moment hal-hazırda, every day hər gün, usually adətən mənasını verir. Görürük burada is sitting var. Cümlə indiki davam edici zamandadır. İndiki davam edici zamandan now bir də at the moment sözləri işlənir. The teacher is sitting on a chair now. Müəllim indi stulda oturur. The teacher is sitting on a chair at the moment. Müəllim hal-hazırda stulda oturur. Every day usually sözləri isə indiki sadə zamanda işlənir. 1 ilə 2 doğru cavabdır. 10-cu sual match halves tərəfləri birləşdirin. Buradan biz sözləri birləşdirib mürəkkəb sözlər düzəltməliyik. Time vaxt deməkdir. Ona hansı sözü əlavə edə bilərik? Timetable. Table stoldur, time vaxtı. Timetable cədvəl mənasını verir. Basket zəmbildir. Ball isə topdur. Basketbol oyunudur. Countryside. Country sözünə bir side sözünü əlavə edə bilərik. Countryside. 3 D bəndi. Deməli 1 B bəndi, 2 A bəndi, 3 D bəndi. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.